Bu zaman həmin pasientlərdə cinsi funksiyanın zəifləməsi müşahidə olunur. Heç bir kənardan, aptekdən alınan dərman problemi həll edəmir. Yəni ki, kəskin şəkildə sidiyə çıxarkən göynəmə, yandırma, hətta bəzi pasientlərdə temperaturun qalxması kimi hallar görürük. Onların cinsi fəaliyyəti normal olmur, az-az əlaqədə olurlar. Bu zaman artıq prostat öz funksiyasını icra edə bilmir, həmin şəxs artıq sidiyini saxlaya bilmir, həddən artıq tez-tez sidiyə gedir. Həmin pasientlər gələcəkdə tamamilə dərmandan asılı vəziyyətdə qalırlar. Mən sizə bugün xroniki prostatit və onun yaratdığı problemlər, yəni fəsadları haqqında danışmaq istəyirəm. Ümumiyyətlə, prostat vəzinin xəstəlikləri haqqında biz çox danışmışıq, amma bu çox vaxt kəskin formada özünü göstərir və kəskin prostatitdə xroniki prostatitdən fərqli olaraq prosesdə daha kəskin formada özünü göstərir. Yəni ki, kəskin şəkildə sidiyə çıxarkən göynəmə, yandırma, hətta bəzi pasientlərdə temperaturun qalxması kimi hallar görürük. Amma bu çox az hallarda baş verir. Ən çox isə bizə gələn xəstələrin çoxu xroniki formada artıq müraciət edirlər. Bunun da səbəbi ondan irəli gəlir ki, pasientlər hər hansı bir xəstəliyə tutulurlar, müalicə edəmirlər və yaxud da müalicəsini gec edirlər, onunla əlaqədar olur. Digər tərəfdən bu pasientlər onların həyat tərzi çətin ağır şəraitdə işləyirlər və xroniki prostatitə mübtəla olurlar, yəni ki, soyuq yerdə işləyirlər və eyni zamanda durğunluq prostatiti o vaxt yaranır ki, onların cinsi fəaliyyəti normal olmur, az-az əlaqədə olurlar və eyni zamanda bu pasientlərdə çox vaxt aşağı çanaq orqanlarında müəyyən bir xəstəliklərin olması, onların vaxtında müalicə edilməmələri nəticəsində xroniki prostatit baş verir. Artıq xroniki prostatit baş verdikdə bu zaman həmin pasientlərdə cinsi funksiyanın zəifləməsi müşahidə olunur və onlar cavan olduqlarına baxmayaraq get-gedə cinsi həvəslərinin azalmasını, cinsi performanslarının əvvəl kimi olmasını müşahidə edirlər. Bu zaman həkimə müraciət edirlər və həkim də aydınlaşdırır ki, həmin pasientdə xroniki prostatit var. Səbəb isə müxtəlifdir. Yəni bu vaxtı ilə keçirilən infeksiyanın qalıq əlaməti kimi, fəsadı kimi özünü göstərir. Digər tərəfdən hormonal fonda baş verən müəyyən dəyişikliklər buna gətirib çıxara bilir. Həmin xəstələrin həyat tərzi və yaxud da ki, zərərli vərdişlərdən həddən çox istifadə etmələri də xroniki prostatitə gətirib çıxara bilir. Bəzi bizim yaşlı nəslin nümayəndələrində isə biz bəzən xroniki prostatitin daha ağırlaşmış formasına rast gəlirik ki, bu zaman artıq prostat öz funksiyasını icra edə bilmir, həmin şəxs artıq sidiyini saxlaya bilmir, həddən artıq tez-tez sidiyə gedir və gecə sidiyə durmalarının artması və eyni zamanda tamamilə potensiyanın itməsi kimi hallara da biz yaşlı nəslin nümayəndələrində rast gəlirik. Bəzən isə orta nəslin nümayəndələrində də, yəni orta yaşa malik kişilərdə, yəni bu 35, 40, 50 yaş arası bəylərdə də artıq cinsi zəifliyin pik həddə çatmasını görürük. Yəni bu da ondan irəli gəlir ki, onlar gedib vaxtaşırı aptekdən müəyyən dərman vasitələri alırlar ereksiyanı yaxşı saxlamaq üçün ki, bu da onları bir qədər alladır və vaxtı uzadır. Vaxt uzandıqca isə prostat müalicə olunmur, xroniki forma daha da ağırlaşaraq özünün növbəti etapına, növbəti fazasına keçir ki, həmin pasientlər gələcəkdə tamamilə dərmandan asılı vəziyyətdə qalırlar. Bunları deməkdə məqsədim odur ki, heç bir kənardan, aptekdən alınan dərman problemi həll edəmir. Yəni o müvəqqəti həmin şəxsi həmin devr üçün müəyyən bir saatda öz funksiyasını icra etmək üçün saxlayır. Bu müddət bitdikdən sonra həmin şəxs yenə də əvvəlki vəziyyətə qayıdır və dərman atmadan öz cinsi funksiyasını icra edə bilmir. Məhz bunların baş verməməsi üçün artıq xroniki prostatitin ilkin dövrlərində müraciət etdikdə vaxtında qarşısını alıb müalicə etmək olur və bunu artıq 1-2 kurs müalicə ilə bunun öhdəsindən gələrək həmin pasiyenti öz normal fiziki durumuna, normal vəziyyətinə qaytarmaq olur ki, o gələcəkdə öz cinsi funksiyasını normal icra edə bilsin. Buna görə mən bizim bəyləri diqqətli olmağa çağırıram və bu kimi videoların davamını izləmək üçün bizim kanala abunə olmağı tövsiyə edirəm.